Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə heyvanlar mövzular arası əlaqəsinin davamına baxacağıq. 135-ci sualda qalmışdıq. 135-ci sualda bizdən soxulcandan fərqli olaraq neştərçədə vardır sözü verilir. Sinir sistemi aydın məsələdir ki, hər ikisində var. Soxulcanda düyünlü sinir sistemi idi, sinir düyünləri idi. Neştərçədə isə borulu sinir sistemi idi. Çoxalma orqanları hər ikisində var. Sadəcə soxulcan hermafroditdir, neştərçə ayrı cinslidir. Həzm orqanları hər ikisində mövcuddur. İfrazat orqanları hər ikisində mövcuddur. Hətta onu qeyd edim ki, neştərçədə həlqəvi qurdlarda olduğu kimi metanefridlər mövcuddur. Ümumi nefridlər gedir, amma sadəcə qeyd edir ki, həlqəvi qurdlardakına oxşardır. Amma tənəffüs orqanı isə yalnız neştərçədə var. Biz bilirik ki, soxulcan həlqəvi qurdlar tipinə aiddir və həlqəvi qurdlar tipində ilk dəfə tənəffüs orqanı olan qəlsəmələr formalaşmışdı. Amma bir dənəsində, sadəcə qum qurdunda. Yəni soxulcanda xüsusi tənəffüs orqanı yox idi. Bütün bədən səthi ilə tənəffüs edirdi. 136. Təkamül prosesində suya qurudan keçmiş, lakin çoxalmaq üçün sudan çıxmayan heyvan hansıdır? Baxaq, su iti çoxalmaq üçün quruya çıxır, çoxalma və tüləmə prosesləri üçün quruya çıxır. Pinqvin quruda çoxalır, timsah sürünənlər quruda çoxalır, ördək burun bu da quruda çoxalır, amma delfin və balinalar çoxalmaq üçün sudan çıxmırlar. Cavab Y variantıdır. 137. Ördək burunun, yəni ilk məməli quşlarla ümumi əlamətləri hansıdır? Baxaq, deməli, daxili mayalanma, bəli, həm quşlarda, həm də ikməməlilərdə daxili mayalanma mövcuddur. İsti qanlılıq, bəli, həm məməlilər, həm quşlar isti qanlı heyvanlardır. Hətta belə bir cümlə də qeyd olunur ki, qarışıq qan olmadığı üçün bu canlıları biz isti qanlı heyvan götürürük. Yumurta qoymaqla çoxalma, bəli, ilk məməlilər yumurta qoymaqla çoxalırdı. Quşlar da zaten yumurta qoymaqla çoxalır. Balanı südlə bəsləmək bizdən nə istəyirdi? Ümumi əlamət. Balanı südlə bəsləmək sırf məməlinin xüsusiyyətidir. Yəni ördək buruna aiddir. Sol aorta qövsünün olması bu da həmçinin məməliyə aid xüsusiyyətdir. Çünki quşlarda sağ aorta qövsü mövcud idi. Deməli, sol mədəcikdən çıxan damar sağa doğru çevrildiyi üçün biz quşlarda sağ aorta qövsü deyirik. Deməli, doğru cavab C variantı olacaq. 1, 2, 3. Daha sonra keçək 138-ə. Xordalların hansı sinifinin nümayəndələrin ürəyinin quruluş sxemi verilməyib? Baxaq. Birinci 2 kameralı ürəkdir. Bu təbii ki, nə olacaq? Balıq. İkincidə baxırıq. İkincidə 3 kameralı ürəkdir və ortada bir ara kəsməmiz yoxdur. Deməli, suda quruda yaşayandır. Deməli, balığı çıxdıq, suda quruda yaşayanı çıxdıq. Daha sonra üçüncüdə fikir veririksə, sol mədəcikdən çıxan damar sola doğru çevrilib. Yəni, sol aorta qövsüdür. Deməli, bu bir məməlidir. Bunu da çıxdıq. Dördüncüdə isə fikir verirsiniz, bayaq dediyimiz məsələ. Sol mədəcikdən çıxsa da sağa doğru çevrilir. Ona görə də bu quşdur. Quşda çıxdıq. Doğru cavab sürünən. Sürünən nə zaman olardı? Burada yarımçıq bir ara kəsmə olsaydı, bu sürünənin ürəyi olardı. Doğru cavab B variantı. 139. Ürəyindən venoz qan keçmir. Aha, ürəyindən venoz qan ümumiyyətlə keçmirsə, həmişə deyirik, iki tip var burada. Malyusk və buğum ayaqlı. Bunların ürəyindən ümumiyyətlə venoz qan keçmir. Sadəcə arterial qandır. İndi gəlin baxaq. Qurbağa ümumiyyətlə xordalların ürəyində balıqlarda venozdur, digərlərində, suda yaşayan sürünənlərin əksəriyyətində timsah istisna olmaqla arterial venoz qarışıq qandır və sonra quşlar, məməlilər, bir də timsahda isə arterial və venoz qandır. Yəni bunlarda bu qanlar keçir. Tək arterial deyil, venoz da var, hətta bəzi nümayəndələrdə qarışıq da var. Ona görə bunu çıxdıq. Bunlar getdi. Çünki nədir bunlar? Onurğalıdır.
Sonra C variantına baxıram. Göl ilbizi nədir? Mollyuskdur. Ürəyindən venoz qan keçmir, sadəcə arterialdır. Çay xərçəngi buğum ayaqlıdır. Ürəyində sadəcə arterial qandır. Doğru cavab C variantı. Digərlərində işi pozur. Qurbağa, çünki ürəyində 3 növ qan var və burada isə triton, yenə stoqurda yaşayandır. Ürəyində 3 növ qan var. Doğru cavab C variantı olmuş olacaq. 140. Həzm sistemində çinədanı olan və qanı yalnız damarlarla axan heyvanlar hansılardır? Yalnız damarlarla axırsa, söhbət nədən gedir? Qapalı qan damar sistemindən gedir. Həzm sistemində çinədanı varsa, bu olur həlqəvi qurdular. Daha sonra olur bəzi həşəratlar, maye ilə qidalanan həşəratlar və bir də olur bizdə quşlar. Amma bizdə nə dedi? Qapalı dedi. Avtomatik həşərat gedir, çünki həşərat açıq qan damar sistemidir. Yəni bizə lazımdır həlqəvi qurd və quş. Baxaq, A variantında həşərat var, getdi. B variantında çay xərçəngi açıq qan damar sistemidir və çinədan da ümumiyyətlə yoxdur. Getdi. C variantında həşərat var, açıq qan damar sistemidir. D variantında həşərat var, açıq qan damar sistemidir. Y variantında isə soxulcan və göyərçin hər iki şərti ödəyir. Həm çinədanları var, həm də qan yalnız damarlarla axır, yəni qapalı qan damar sisteminə malikdir. 141. Ayaqları tək saydadır. Aha. Ayaqları tək sayda olan nələr var idi bizdə? Mollyusklarda qarın ayaqlar, iki taylıların ayaqları tək saydaydı. Ona görə də burada nə götürürük biz? Mollyusk olan cavab axtarırıq. Anodonta iki taylıdır. Tək bir ayağı var. Çanaq açılanda onu xaricə çıxara bilir. Göl ilbizi tək bir dənə ayağı var. Deməli, doğru cavab D variantı olmuş olacaq. Digər cavablar onsuz da absurd cavablardır. 142. Hermafrodit heyvanları göstərin. Baxaq. İnsan asqaridi. Ayrıcinsiyyətlik var idi burada. Yəni bu getdi. Hermafrodit hər iki bir bədəndə hər iki cinsiyyət orqanının olmasıdır. Exinokok, bəli, yastı qurdlar hermafrodit idi. Ağ planar yastı qurd hermafroditdir. Yenə yastı qurddur, hermafroditdir. Böyük göl ilbizi, qarın ayaqlar hermafroditdir. Düzdür. Soxulcan hermafroditdir. Düzdür. Digər variantlarda işi pozur insan asqaridi var burada. D variantında anodonta ayrı cinslidir. Y variantında isə baxaq, elə meduza ayrı cinslidir. Yəni doğru cavab B variantı olmuş olacaq. 143. Döş qəfəsi yoxdur. Döş qəfəsi nədə yox idi? Suda qurda yaşayanlarda qabırğalar yaxşı inkişaf etmədiyi üçün döş qəfəsi yox idi. Amma ondan sonraki sürünəndə var, quşlarda var, itilər və cüt dırnaqlar, yəni məməlilərdə var. Doğru cavab D variantı olmuş olacaq. 144. Sürünənlərin hansı qrup əzələləri göl qurbağasında yoxdur? Təbii ki, döş qəfəsi ilə bağlı əzələlər, yəni qabırğa arası əzələlər. Göl qurbağasında döş qəfəsi olmadığı üçün qabırğa arası əzəllər də inkişaf etməmişdir. Doğru cavab A variantı. Digərlərinə baxsaq, hər ikisində mövcuddur. 145. 145. X-in bir boyun fəqərəsi var. Y-in burun dəliyi tənəffüsdə iştirak etmir. Z-in sağ ortoqofisi var. X-in bir boyun fəqərəsi varsa, böyük ehtimalla bu suda qurda yaşayandır. Çünki qurbağalarda bir boyun, 7 gövdə, bir olma fəqərəsi var. Deməli, bu suda qurda yaşayandır. Cavab var. B və Y. Aha. Y-in burun dəliyi tənəffüsdə iştirak etmir. Bu nə deməkdir? Bu balıqdır. Balığın burun dəliyi sadəcə qoxu bilmədə rol oynayır. İkinci hissədə burada pozulur variant. Siyənək hələ də şərt ödəyir, balıqdır. Z-in sağ aorta qövsü var. Deməli, Z-in sağ aorta qövsü varsa, sağ aorta qövsü quşlara aid xüsusiyyətdir. Deməli, göyərçin şərti ödəyir. Doğru cavab B variantıdır. 146. Bütün onurğalılar üçün oxşar xüsusiyyət. Aha. Yalnız bitki mənşəli qida ilə qidalanma, təbii ki, bu bir absurd variantdır. Elə canlılar var, bitki ilə qidalanır, elə canlılar var, heyvan mənşəli qidalardan da istifadə edir.
Postembrional dövrdə kloakaya malik olmaları bu doğrudur. Onun sinif materialında da bu qeyd olunub. Bütün onurğalılarda postembrional dövrdə kloaka mövcuddur. Dişlərin funksiyaca ixtisaslaşması. İxtisaslaşma var bir qədim sürünənlərdə, teriodontlarda, bir də məməlilərdə. Yəni bu hamısı üçün xarakterik deyil. Beyin yarımkürənişinin və qırışların olması məməlinin xüsusiyyətidir. Embrional inkişaf dövründə xordaya malik. Aha, üzr istəyirəm. Bu postembrional deyil B variantında. Embrional desəydi, bəli. Aha, embrional desəydi, bəli, kloakaya malik olardı, amma postembrional dövrdə kloaka suda qurda yaşayanlar, sürünənlər, quşlar, ilk məməlilərə aiddir. Bu sözü unutmuşam. Postembrional nə idi? Yəni dünyaya gəldikdən sonrakı inkişaf, yumurtadan çıxandan və ya bala dünyaya gələndən sonrakı inkişaf. Burada Y variantıdır. Embrional inkişaf dövründə xordaya malik olmaları. Bəli, embrional dövrdə xordalların hamısı xordaya malik idi. Sadəcə onurğalılarda, ailə nümayəndələrdə əksəriyyətində xorda sonradan onurğa ilə əvəz olunurdu. Doğru cavab Y variantı olmuş oldu. Daha sonra 147. Hansı sinifin xüsusiyyətləri cədvəldə düzgün verilməyib? Baxaq. Sümüklü balıqlar ürək kamerası 2-dir, düzdür. Qəlsəmə ilə tənəffüs edir, düzdür. Bədən temperaturu sabit deyil, düzdür. Suda qurda yaşayanlar 3 kamerası var, düzdür. Ağciyər dəri tənəffüsü düzdür. Bədən temperaturu sabit deyil, düzdür. Yəni soyuqqanlıdır. Sürünənlər. Sürünənlərdə ürəyin kameralarının sayı. Aha. Burada sürünənlərin əksəriyyətində 3 kamera var. Bir dənə timsahda 4-dür. Tənəffüs baş verir, burada belə səhvdir. Çünki dəridə deyil, tənəffüsü ağciyərlə tənəffüs edir. Bədən temperaturu sabit deyil, çünki bu soyuqqanlı canlıdır. Deməli, düzgün verilməyib sürünən. Quşlara baxın, 4 kameralıdır, ağciyərlərlə tənəffüs edir, sabitdir, istiqanlıdır. Məməlilər 4-dür, ağciyərlə tənəffüs edir, sabitdir, istiqanlıdır. Doğru verilməyib A variantı. Daha sonra 148. Hansı sinifin xüsusiyyətləri cədvəldə düzgün verilməyib? Dedik ki, bu sümüklü balıqlarda bunlar düzdür. Suda qurda yaşayanlarda düzdür dedik. Çoxunda 3 bəli. Bu xüsusiyyət artıq düzdür. Ağciyərlərdə bəli, düzdür. Bədən temperaturu sabit deyil, düzdür. İndi quşlara baxaq. Quşlar bəli, 4 kameralı var. Tənəffüs baş verir ağciyərlərdə. Baxın, hətta belə suallar verirdilər bizə. Quşlar uçanda, gəzəndə, nə bilim, hansı proses olursa olsun, qazlar mübadiləsi tənəffüs harda baş verir? Tənəffüs baş verib ağciyərlərdə. Sonra bədən temperaturu sabit deyil, bu da səhvdir. Bədən temperaturu quşlarda sabitdir, istiqanlı canlılardır. 42-43 sensi bədən temperaturuna malikdir. Məməli 4 kameralıdır, ağciyərdir, sabitdir, düzdür. Deməli, quşlar düzgün verilməyib. Doğru cavab C variantı. 149. Həm özü, həm əsas sahibi parazit olan hansıdır? Aha, baxaq. Qaraciyər sorusunun özü parazitdir, amma əsas sahibi, yəni insan və ya qaramal parazit deyil. Exnokok özü parazitdir, amma nə yırtıcılar, nə it pişik parazit deyil. İnsan asqaridi özü parazitdir, insan amma parazit deyil. Dizenteriya amöbü. Deməli, özü parazitdir, amma insanda parazitlik eləyir, insan parazit deyil. C variantı, malyariya parazitin həm özü, həm Anopheles cinsindən olan ağcaqanadlar parazit hesab olunur. 150. Həm aralıq, həm də əsas sahibləri onurğalı olan parazitlər. Avtomatik heç baxmadan qaraciyər sorusunu çıxmalıyam. Niyə? Çünki qaraciyər sorusunun aralıq sahibi kiçik görməcə ilbizidir və o parazit, daha doğrusu onurğalı deyil. A variantına baxaq. Öküz soliterinin əsas sahibi insan da aralıq sahibi qaramal. Hər ikisi onurğalıdır, düzdür. Exinokokun əsas sahibi yırtıcılar, it pişikdir, aralıq sahibi deməli insan, inək, keçi, qoyun, bu kimi ev heyvanları ola bilər. Hər ikisi onurğalıdır, düzdür. A variantı doğru cavabdır. Digərlərinə də baxaq.
Malariya parazitinin əsas sahibi Anopheles cinsindən olan ağcaqanaddır. Çünki onun bədənində cinsi yolla çoxalır. Aralıq sahibi insandır. Amma bir şərt ödəmədi, çıxdıq. Exnokoku bayaq dəyərləndirmişik. Askaridin sadəcə əsas sahibi var. Elə buradan itirir. Aralıq sahibi yoxdur. Y-də dizenteriya növünün əsas sahibidir. Əsas sahibi də insandır. Bu da buradan çıxdıq. Qalır A variantı. Doğru cavab öküz solteri və exnokokdur. 151. Triton, yəni stoqurda yaşayan göyərçin və yarasan qan damar sistemi üçün oxşar olan xüsusiyyət. Qanın damarlarla hərəkəti yoxdur. Baxaq indi. Deməli, ağciyər venası ilə arterial qanın axması. Ağciyər venası nədir? Ağciyərdən qayıdan damardır. Və təbii ki, burada hansı qan olacaq? Arterial qan olacaq. Çünki ağciyərdə təmizlənib gəlib. Deməli, bu doğrudur. Digərlərinə baxaq. Ürəklərində qanın qarışmaması göyərçinlə yarasan xüsusiyyətidir. Triton stoqurda yaşayan olduğu üçün mədəcikdə qan qarışır. Bədənlərində iki cür qanın dövr etməsi, bu da göyərçin yarasan xüsusiyyətidir. Tritonda 3 növ qandır. Bədənlərində 3 cür qanın dövr etməsi, bu artıq tritonun xüsusiyyətidir, o birilərinin deyil. Sol mədəcikdən sağ aorta qövsünün çıxması, bu isə əksinə quşların xüsusiyyətidir, göyərçinin. Doğru cavab A variantı olmuş oldu. Aha. Deməli, gəlin burada saxlayaq. Növbəti videoda davamını yükləyərəm. Ümid edirəm ki, sizin üçün faydalı oldu. Əgər hər hansı bir mövzudan izahlar istəyirsinizsə, zəhmət olmasa şərh bölməsində qeyd edin və bəyəndiyiniz və bəyənmədiyiniz tərəfləri də şərhdə qeyd etsəniz sevinərəm ki, növbəti dəfə düzəliş eləyə bilim. Təşəkkür edirəm izlədiyiniz üçün.